Salam aleyküm, hamınızı xoş gördük. Değerli əziz YouTube kanalımızın gözəl sevimli izləyiciləri. Bu mənzərəyə mən artıq bir söz deyə bilmirəm. Çox gözəl, mükəmməl, möhtəşəm. Həqiqətən deyirəm ha, 210 minlik evimizi hal-hazırda 150 min manata, 150 min manata satışa çıxartmışıq. 210 minlik mənzil 150 min manata. Değerli dostlar, değerinden qat-qat aşağı qiymətə sizler üçün bu evi sərgiyə çıxartmışam da demək olar ki, değerli izləyicilərim. Gözəl ev axtaranlar, mükəmməlin üstündə şəxsi villa kimi bir ev istəyənlər məncə bu gözəlliyi əldən qaçırmasınlar. Dostlar, məhəlləmizin iki qapısı var evimizin. Həm bu darvaza hissəsi var, değerli izləyicilərim, həm bu darvaza hissəsi var. Həm də ki, digər hissədən əlavə qapı hissəsi var. Dostlar, tam ətraflı məlumatı verəcəm. Sona qədər izləyib kanalımızı bəyənməyi, abone olmağı unutmayın değerli dostlar. İndi isə abone oldunuzsa keçirik tam ətraflı evimizin süjeti haqqında məlumatlar verməyə. Həyətimizin ağacları, çiçəkləri, gözəlliyinə söz yox. Auranın əsl adıdır bu ev. Gəlin bura bir mənzərəyə. Yaşıllıqlar, həyət işıqlandırılması, həyətində əlavə tikilisi. Dostlar, məncə bu ev əldən qaçırmayın. Bu qapısı da var dostlar. Gördüyünüz kimi ara qapısı, çöl darvaza qapısı. Çox gözəl bir evdir. Hələ bizim işığımız, qazımız, dövlət şirin suyumuz, artizanımız, hər bir şeyimiz olmağına baxmayaraq bizim bir kəndi idarə eləyəcək qədər böyüklükdə generatorımız mövcuddur değerli izləyicilərimiz. Bakabilirsiniz. Bir tane Ayşe Hanım zəhmət olmasa yaxınlaşdıraq generatorumuzu göstərək. Burada hələ bizim belə bir fövqəladə hallar üçün hər bir şəraitimiz var. Dostlar, gözəl bir ev axtaranlar gəlin bura. Bu evi əldən qaçırmasınlar. Evimizin həyəti ilə tanış olandan sonra tam ətraflı məlumat üçün evimizin içinə də keçəcəyik. Baxın bir dənə gözəlliyə. Çox gözəl bir aura yaradılıbdır. Çox səliqəlidir dostlar. Bağı, bağçası, balkonu, dostlar, evimizin balkonu. Evə keçəcəm. Həyətdən tutaraq keçəcəm evə. Həyətimizdə gözəl, baxın, gilas ağacları. Həmişə yaşıl, Çin ferpuası, ərik şeylər, heyvalar, dostlar, ərik ağacı, gilas ağacı. Əriklərimizin də üstündə, dostlar, hamısında meyvələri mövcuddur. Gəlin bura bir dənə şala ərin. Hələ bir dənə meyvəsinə baxın buna. Qırmızı yanaqdır bax, qırmızı yanaq, şalaq ərikdir. Üstü də maşallah doludur dostlar. Bunu hələ dostlar, çöldə bax belə özünüzü belə bağa verəcəyiniz gözəl mənzərəli. Bax bir dənə buna baxın. Meyvələrinə bir dənə baxın dostlar. Yaxınlaşdıra bilərsiniz Ayşe Hanım, zəhmət olmasa. Bu izləyicilərimiz görsün. Burada bax belə əlvi atırsan, lak deyirsən, yeyirsən. Bak Qəbələ, Quba, Qusar, ora, bura, qalx, başını bırax. Yəni dostlar, gəl bu mənzərədən özünün olsun. O boyda şəraiti mən sizə Binə qəsəbəsində verirəm. Şahşahalı bir dənə evə baxın, evin gözəlliyinə baxın dostlar. Mənzərədir, mənzərə. Gəlin bura dostlar. Evimizin, gəlin bura. Həyətinə bazasını göstərəcəm sizə. Levler. Bakın burada bizim en güzel mangalımız var. Evden demək olar ki, çox şeyləri saxlayır evin içində. 50-50 əşyalarda qalacaq dostlar. Ona görə də tam ətraflı baxmağınızı tövsiyə edirəm. Bax burada belə bir $3 dolara bilən burada. Bax belə bir şeyimiz var. Dostlar. Mən də açmayayım. Toyuqçuda saxlamaq üçün bax belə bir gözəl. Güvərçini olanlar güvərçini saxlaya bilər. Toyuqçuda saxlamaq istəyənlər toyuqçuda saxlaya bilər. Burada dostlar, bir dənə verin mənə onu açın. Göstərin. Gəlin. Burada belə bir əlavə su baxımız mövcuddur. Dayanı 3000 tondur, nə qədərdir maşallah. Bütün bizim kəndimiz burada bu suyla çimə bilər. Levi daha abi əlavə olaraq alınıb qatılıbdır. Evdəki çox gözəl evdir ha. Dəhşət bir gözəlliyə məxsus olan bir evdir. Keçirik inşallah. Dostlar, həyətində evin arxasını göstərim qoy izləyicilərimizə. Evi dövr eləmək olur.
ətrafını dövr eləyə bilirsiniz. Gəlin keçək o biri tərəfə. Çox uzatmaq istəmirəm, izləyicilərimizi dəhşət dərəcədə buraxmaq istəmirəm. Dəmir rəşatqalar hamısı, bütün evin hər yerində pəncərələrin hamısı dəmir rəşatqadır. Dostlar, evimizin bax bu biri tərəfinə keçəcək. Burada bir dənə pauza verəcəm. Ev sahibi belə keçsin, oranı göstərim, keçək evə. Deməli, keçək dostlar, içərini də göstərim sizə. Gəlin, burada əlavə tikilisi var ki, dostlar, buranı ürəyin istəyən kimi. İstəyirsən, buranı çöl mətbəx elə. İstəyirsən, buranı, dostlar, obyekt elə, üzü çölə baxır. İstəyirsən, buranı sex elə. Ürəyin istəyəni burada yarada bilər. Ev düzəlt, buranı ev elə, ver kiraya dostlar. Yəni, bax, bu şəraitə qədər Allah'ın izniyle hər bir şey eləmək olar bu hissədə. İndi isə keçəcəyik dostlar, evimizin iç hissəsini sizlərə tanış eləyək. Buyurun, gəlin inşallah. Değerli izləyicilər, değerli dostlar, değerli qardaşlar, değerli analar, bacılar. Elə bildim maşın müayinəçiliyi eləyir, ona görə dostlar bir pauza verdim. Keçirəm evimizin balkon hissəsini sizlərə göstərəm. Dostlar, bura balkonun gözəl bir avralı yerində, bax. Buradan əlavə üst balkon var. Sizlərə göstərəcəm. Binə tamamilə elə ki, qalır ən aşağıda da dostlar. Bax, burada ki, gəldin oturdu. Gözəl. Bax, bu mənzərədə. Belə bir mənzərədə dostlar. Bax, belə bir mənzərədə. Qəşəng burada səhər tezlərindən zavtırk elədin, yaxud axşam tərəfi qəşəng valinna ilə samovar çay içdin var ha. Həyata dəyər. Bir dənə mənim baxışımla baxın. Verin mənə zəhmət olmasa. Baxın, bax, öz stolda oturmuşam, elə bir siz əyləşibsiniz. Buradan mənzərəyə baxırsınız dostlar. Bir dənə mənzərənin gözəlliyini baxın. Mənzərədir, mənzərə. Gəlin indi isə dostlar, neyniyək? Keçir evimizin içinə tanış olaq. Daha sizləri çox yordum. İndi isə keçir evimizin içinə. Ya Allah, bismillah. Salam aleykum. Əvvəlcədən hamınaya xoş gördük. Qapılarını örtüm evimizin dostlar. Qoy sürpriz olaraq hamısını bircə sizlərə göstərim. Qapılar sanki bir tapancadır. Bura evimizin zalı. Gördüğünüz kimi mükemmel, böyük, iri bir zal. Otaq sayını desəz, otaq sayını vallahi mən də saymamışam. Çoxdur. Amma ev kimi bu evdən yoxdur. Dostlar, evimizin zalı gördüğünüz kimi şan-şərəhli. Burada çox şeylər qalacaq. Demək olar ki, çox şey götürülmür. Bəzi şeylər götürüləcək dostlar. İndi elektronikalar zadlar götürüləcək, o heç. Amma qalan belə bəzi şeylər qalır. Nə qədər kondisionerlər var dostlar. Bəziləri qalır, yəni onları götürmür, bəziləri götürüləcək. Evimizin bu hissəsindən bir də o hissəsini göstərək izləyicilərimizə. Baxın dostlar, pəncərələr, yəni tam işıq verən pəncərələrdir. Evə söz yoxdur. Xanımlarımızı nəzərə alıram, keçirəm mətbəx hissəsinə. Buyurun xanımlar. Evimizin mətbəxi genişdir, geniş olmağına, öz yerində. Tavanlar hamısı taxtadan yığılmadır. Bax, onu da deyim ki, bilin, bunlar qeyri-adi bir vaxtını ən gözəl dizayneri veribdir bu evə. Mebellər nə suda yanmaz, nə odda yanmaz, nə suda batmaz, nə odda yanmazlardandır. Niyə? Hamısı mebellər taxtadır. Qapılar hamısı moşlu taxtalardandır. Evə söz yox. Bura baxın bir dənə. Qazı, suyu, işığı, hamısı kap balojna visigdanladır. Yəni gördüyünüz kimi çox gözəldir. Sular daimidir dostlar. Gördüyünüz kimi suyu, şirin suyu, qazı, işığı, bütün artizan suyuna qədər dostlar hamısı var. Bunun açılmağına bak. Yenə qəşəng maraqlısı verir buradan. Çox maraqlısı verir. Mən bunu ilk dəfədir belə görürəm. Dostlar, suları bağlayaq, çox maneçilik eləməyək. Keçirik evimizin otaqlarını gəzməyə. Bu zalı gördük da, bu zalla tanış olduq izləyicilərimlə. Gözəl zaldır ya. Gəlin indi bir dənə də zalımıza. Bu zəngi dəyişəcəm. Bu dünya fanidir, fani deyə mən elədi fani. Gəlin bura dostlar. Burada evimizin ikinci bir zalı. İstəyirsən yataq otağı et, istəyirsən zal kimi et. Qalıb sənin zövqüvə, dəyərli izləyicilər. Sizin zövqünüzə qalıb. Məhəllənin bax, gözəl pəncərədən hər tərəfdən öz həyətinə baxır. Heç bir yeri şeyləmir.
Qəlyan da bir dənə ona bax qəlyana. Bax kobradır, kobra. Evin özü kobradır. Gözəl evdir dostlar. Gəlin bura. Evimizin keçirən yataq otağına dostlar. Gəlin bura. Mükəmməl. Gözəl. Bizə nə oldu? Bu telefonlarımız tutmur maşallah. Çəkiliş var. Haçan gözəl çəkiliş eləyirəm. Zənglər dayanmır da dostlar. Zənglər Bəli, dayanmır. bəli. Maşallah, əlhamdülillah. Tək ki sizin zəngləriniz gəlsin mənə. Tək ki sizdən zənglər gəlsin. Bax bu evimizin otaq hissəsi. Mükəmməl. Gəl bura bir dənəsin, gəl bura. Nənəmin sandığı yadıma düşdü. 1988 biz doğulanda bu sandıq olub da. Biz doğulanda bu sandıq var imiş. 88'in sandığıdır. Gəlin bura. Evimizin aurasına, gözəlliyinə söz yoxdur dostlar. Qapılar hamısı dağdır, dağ. Gəlin yataq otaqlarına baxın. Otaqlara bir dənə baxın. Xanımlar, burada ürəyiniz istəyən nə mebel desəz, yəni yerləşdirmək olur. Hətta qoşa-qoşa yerləşdirmək olar. Qoşa-qoşa bura mebellər yerləşdirmək olar. Otağı böyle 2 otaq yarada bilərsiniz bu evin içində. Gəlin bura. Bunlarla bitmir dostlar. Bunlarla bitmir. Hələ kino qabaqdadır. Gəlin bura. Rəşən bəy, mən o kinonu verim, siz davam eləyin, zəhmət olmasa. Verin Olar. mənə zəhmət olmasa Aysun xanım. Buyurun. Dostlar, bəh-bəhlə deyə biləcəyimiz nəsə sözüm var izləyicilərimizə. İzləyicilərimizə deyirəm ki, həqiqətən də evə heyran qalmışam. Bu fürsəti qaçırmasınlar. Məncə də qaçırmasınlar. Belə bir fürsət, belə bir dizayn ikinci bir dəfə olmur. Dostlar, belə bir gözəllikli ev ikinci bir dəfə olmur. Bura pilləkən altı yerdir. Yer istip oldu dostlar. Bakın bu yer istip oldu. Sancar qovşağına kimi hamısı istip oldu. Burada belə bir hamamımız var. Değerli izləyicilər. Bak belə bir hamam var. Adamı sanki akvaryumda kimi hiss elətdirir. Çox gözəl dəvlə yığılıbdır. Akvaryum abu havalı belə bir gözəl bizim sancar qovşağımız. Hamam tualet burada bir dənədir. Bu bir. Və burada da ki İkinci bir ayak yolumuz var dostlar. Gördüğünüz kimi çok güzel, mükemmel, qeyri-adi auralar yaradan bir ev sizə təklif edirəm. Pilləkənlər hamısı qoz ağacındandır dostlar. Bax bunlar var ha, bax pilləkənlərin bir dənə pilləsi mən sizə desəm ki, hardasa 800 manatdan çox qiymət edib, heç kim inanmayacaq mənə. Amma bu həqiqətdir. Hələ bunun lakı, dolgusu vesaire kimi vurulmayıb. Bu qaydada görsənir gördüyünüz kimi. Hələ lak dolgu buna vurulmayıb. Pilləkənlərin bu qıraqları yığılacaq. Onlar hazır alınıb. İkinci mərtəbəyə qalxdıqda bura düzəldilib sizlərə təhvil veriləcək. Bu hissəni görürsünüz. Bu hissə tam düzəlib təhvil verilir dostlar. Bura ikinci mərtəbənin bu hissəsidir. Panorama pəncərə açılır. Hər şey var. Çox gözəl bir yerdə. Düz Qaraquzu restoranının yanında yerləşir evimiz. Binə qəsəbəsində. Dostlar bir dənə bura baxın. Bura amma qalır. Buranı düzəltmir. Kim ürək istəyər, nə eləyər düzəldər. Buranı bar yığmaq niyyəti olub ev sahibinin. Burada bilyard, nə bilim, belə şeylər zatlar zövq olubdu. Kim ürəyinə istəyir eləsin. Gəlin bura. Bir dənə panoramaya baxın. Panoramadan görünən həyət gözəlliyinə bir baxın dostlar. Həyətə bir baxın. Gözəllikdir. Həyətin öz gözəlliyi başqadır dostlar. Bura baxın hələ. Bu həyətdən başqa. Başqa belə bir həyət yoxdur da burada. Belə bir ev yoxdur dostlar. Ətraf yaşayış, qolum, qonşu. Gözəl evdir dostlarım. Vallahi billahi kim alsa qaçırmasın. Bunu örtək. Ya Allah'ın adı. Keçək. Evimizin hələ bitməyib işi. Buralar əldamı yerləridir. Dostlar, balkon hissəsidir. Bura bir dənə balkona baxaq. Ya Allah, maşallah. Burada bir dənə bax, belə bir gözəl yer. Belə bir gözəl aura. Belə bir gözəl şəkil yoxdur da. Buradan tut ağacının bütün meyvəsi sənin önünə sərilib. Dostlar, baxın hələ. Bütün hər şey Binə qəsəbəsində hər yeri görmək olur dostlar. Bir baxın hələ. Baxın, bina univermağı göstərirəm sizə. Bax, bina univermaq. Tam binədə hər şey, bütün evlər
görsənir də burdan. Hər şey görsənir dostlar. Bağ, bağça, meyvə, bəh. Dostlar baxın. Gözəlliyə baxın bir dənə. Hər şey burada abadlıqla bilinir. Çox mükəmməl bir yerdir. Çox gözəl bir evdir. Allah hər kəsə belə bir ev almaq nəsib eləsin. Amin ilahamin. Qiymət 210 min demirik. Dostlar 150 min manata 210 minlik evi sizlərə çəkdim və təklif elədim. Qalanı sizə qalıb. İnşallah kim bu evi alsa buyursun, xeyirli ilə otursun, xoşluqla otursun, ruzu bərəkətlə otursun. Amin Rəbbil aləmin.